Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar, hər birinizi xoş gördük. Zəka Ateliyəsində biri-birindən maraqlı mövzularla dərslərimiz öz axarında davam edir. Dəyərli izləyicilərim, bu gün də sizə çox maraqlı bir mövzu ilə gəlmişəm. Bizim bugünkü mövzumuz rəng assosiasiyalarıdır. Ümumiyyətlə, biz əvvəlki dərslərimizdə də sizinlə rənglər haqqında ətraflı məlumatlar əldə etmişik. Hətta rənglərin uşaqların həyatında rolunu keçərkən biz qeyd elədik ki, rənglər yalnız gözümüzə deyil, həm də hisslərimizə, düşüncələrimizə təsir eləyir. Bəs dəyərli müəllimlər, bu rənglər bizə hansı emosiyaları ötürür? Bütün bu sualın cavabını ətraflı izah olaraq bu videodaca əldə edəcəyik. Elə isə nə edirik? Ekrana yaxın əyləşir, bütün diqqətimizi dərsə yönəldirik. Dəyərli izləyicilərim, ümumiyyətlə ilk olaraq qeyd edeyim ki, rəng assosiasiyaları özü iki hissəyə bölünür. Deməli, bura aiddir fizioloji assosiasiyalar və emosional assosiasiyalar. Fizioloji assosiasiyalar deyəndə, yəni rəngin insanda yaratdığı fiziki və vizual təsirlər nəzərdə tutulur. Emosional assosiasiyalara isə rəngin bizə oyatdığı hisslər və əlaqələndirmələrdir. Bəs gəlin görək fizioloji assosiasiyalara hansı rənglər aiddir? Deməli, dəyərli müəllimlər, bura daxildir hərəkətli rənglər, tərəzi rəngləri, məkan rənglər, akustik rənglər və faktura rəngləri. Gəlin görək bu rənglər özündə nələri ehtiva edir. Ümumiyyətlə, hərəkətli rənglər deyəndə adından da bəlli olduğu kimi, bura əsasən isti və soyuq rənglər daxil eləyirik. İsti rənglər, məsəl üçün, misal olaraq nəyə göstərmək olar? Qırmızını, narıncını, sarını. Bu rənglər də bizlərə nəyə xatırladır? Odu və günəşi. Soyuq rəngləri isə mavidir, göydür, yaşıldır. Bunlar isə daha çox buz rəngi, qar rəngi, suyu, bu kimi rəngləri xatırladır. Rənglər ümumiyyətlə tündləşdikcə isti, açıqlaşdıqca isə soyuq təsir bağışlayır. Bu da deməli öz necə deyim, bizə bağışladığı təsirlə daha hərəkətli və dinamik ola bilir. Yəni isti rənglər, soyuq rənglər öz aralarında sanki bir növ hərəkət eləyirlər. Tərəzi rəngləri isə daha çox adından da bəlli olduğu kimi bizə daha ağır və yüngül bir toxunuş bağışlayır. Məsəl üçün tünd və az dolğun rənglər daha ağır görünürlər. Açıq və parlaq rəngləri isə daha yüngül təsir bağışlayırlar. Bu da yəni rəng assosiasiyası olaraq tərəzi rənglərə daxil olur. Və digər bir rəngimiz isə məkani rənglərdir. Rənglər eyni zamanda məkan dərinliyi də yarada bilirlər. Məsəl üçün uzaq görünən və yaxın görünən rənglər vardır ki, uzaq görünən rənglər deyəndə ilk nəzərə çarpan açıq, soyuq rənglərdir. Yaxın görünən isə tünd və isti rənglərdir. Ümumiyyətlə, unutmayaq ki, rənglər axromatik, yəni boz və ağ fon üzərində daha yaxın görünə bilirlər. Yəni, bu açar söz olaraq yadınızda qalsın. Digər bir fizioloji rəngimiz isə akustik rənglərdir. Akustik rənglər bir növ səsi də ola bilər. Bəli, düz eşidirsiniz. Akustik rənglər bizə səsli rənglər kimi tətbiq olunur. Bura isə isti və dolğun rənglərin bir gürültüsü olduğunu bizə xatırladır. Yəni, məsəl üçün, soyuq və açıq rənglər daha sakit və mülayim görsənirlər. Amma isti rənglər isə daha çılğın, insanı istər-istəməz, necə deyim, bir növ hərəkətli olmağa təmin eləyir, vadar eləyir beləncə. Ona görə, yəni, bu rənglər həm də akustik rənglər adlanır. Daha sonuncu bir fizioloji rəngimizə daxil olan isə faktura rənglərdir. Burada isə faktura rənglər bir növ bizə isti rəngləri xatırladır. Yəni, maddi, formaya vurğu verən, vurğu edən bir timsalda olur. Fakturasız rənglər isə soyuq, qeyri-maddi, yüngül bir hiss yaradır. Bu da faktura rənglərinin əsas, necə deyim, əsas məğzlərindən biridir. Digər bir assosiasiyamız isə dedik emosional rənglərdir. Emosional rənglər isə bizim hisslərimizə təsir edən rənglərdir. Bura daha çox pozitiv, negativ, neytral rəngləri misal göstərmək olar. Bəs gəlin görək pozitiv rənglər özündə nələri ehtiva edir? Ümumiyyətlə müəllimlər, pozitiv rənglər adından da bəlli olduğu kimi
bizə əsasən sevinci, pozitivliyi, ruh yüksəkliyini bəxş eləyir. Ümumiyyətlə, məsəl üçün insan daha rəngarəng geyinəndə özündən asılı olmayaraq daha belə dinamik olur, daha belə çılğın, sanki özünü çox xoşbəxt hiss eləyir. Amma məsəl üçün daha nətər deyim, belə tutqun rənglərdən istifadə eləyəndə isə tam əksi olur sanki. Bu insan özündən asılı olmayaraq, yəni insanın həm düşüncələrinə, nətər deyim, ruh düşkünlüyünə də təsir eləyir. Həm də özün, yəni şəxsi həyatında da onu özünü biruzə vermiş olur. Və adətən isti, parlaq, açıq rənglər pozitiv rənglər qrupuna daxil olur. Buna da misal olaraq məsəl üçün sarı günəşli bir günü xatırladaq ki, məsəl üçün insan soyuq havada daha belə ağır təbiətli, daha belə neqativ enerjili olur, amma isti, günəşli bir havada isə yaşıl çəmənliyin içində özünü daha xoşbəxt, daha pozitiv hiss edə bilər. Neqativ rənglər isə adından da bəlli olduğu kimi biraz neqativlik var üstündə, ruh düşkünlüyü var. Bu da məsələn buna misal olaraq bənövşəyi rəngdir, tünd rənglərdir, az dolğun rənglərdir. Daha çox bunlarda kədər qoxusu, nə bilim, qorxu hissi, narahatlıq hissi yarana bilən bir rənglərdir. Məsəl üçün tünd bənövşəyi çox zaman dərin düşüncələri, faciəni simvolizə edən bir rəng kimi yadda qalmışdı. Ona görə də yəni neqativ rənglər deyəndə bir növ insanı bədbinliyə bağlayan bir rənglər nəzərdə tutulur. Və neytral rənglər isə ən sonuncu emosional rənglərin qrupuna daxildir. Neytral rənglər əsasən emosional təsir baxımından pasiv rənglərdir. Bura məsəl üçün bir mənalı olaraq axromatik rəngləri aid etmək olar. Məsəl üçün ağdır, bozdur, qaradır, orta tonlu rənglərdir. İnsanda bir növ sakitlik hissi yaradır. Heç bir dinamiklik, gürültülü bir səs, nə bilim akustiklik falan heç bir şeyə, yəni təsir göstərmir. Bu da neytral rənglər qrupuna daxil olan rənglərdir əsasən. Ümumiyyətlə unutmayaq ki, fizioloji assosiasiyalar demək olar ki, bütün insanlarda eynidir. Mühit və mədəniyyət baxımından isə emosional assosiasiyalar təsir edə bilirlər, amma fizioloji reaksiyada daha sabit qalırlar. Ondan sonra sonda isə dəyərli izləyicilərim, bu gün sizlərə rənglərin bizim həyatımızda hissləri, duyğuları haqqında ətraflı məlumat vermiş oldum. Sonda əgər dərsimiz sizə maraqlı, necə deyim, sizə xoş təsir bağışladısa, nə xoş mənə. Hər birinizə uğurlar arzulayıram. Növbəti dərslərimizdə görüşənə qədər müəllimlər. Sonda isə videonu bəyənib xoş sözlərinizi yazmağı unutmayın.